Salam, hər vaxtınız xeyir. Necəsiz? Bu günləri canlı yayımızda maraqlı bir mövzu izahı var riyaziyyatdan. Bu mövzu həm blok imtahanında, həm də buraxılış imtahanında yəni dəhşətli dərəcədə təklif olunan mövzu mu deyim, biliş mi deyim bilmirəm. Yəni birazdan mövzu izahına keçirik. Riyaziyyatdan bu günləri deyim də qoy mövzunu. Yəni imtahanda çox rast gəlinir şagirdlər. Bax mövzu yenə deyirəm, həm blok imtahanda düşmə ehtimalı var, buraxılış imtahanı, amma blok imtahanında hədsiz dərəcədə ardıcıllıqla bağlıdır. Yəni salam, ardıcıllıqda bir də görürsünüz ki, n-ci həddin düsturunu verir, daha doğrusu ilk n həddin cəminin düsturunu verir, ya n-ci həddin soruşur, ya hər hansı bir həddi soruşur. Yəni çox tanışdır şagirdlərə. Bunu bilmək həqiqətən vacibdir. Çünki bu həm ardıcıllıqda var. İndi ardıcıllıqda deyiriksə, ədədi silsilədə də ola bilir, həndəs silsilədə də var. Yəni hər hansı bir ardıcıllığın ilk n həddinin cəmi düsturu verilir. Yəni ardıcıllıq ilk n həddinin cəmi düsturu ilə verilir. Onun ya n-ci həddini soruşur, ya da nə hər hansı bir, məsələn 5-ci həddini tap falan. Bir də bir bilik var. Ardıcıllığın ilk n həddinin hasili verilir. Orada da hər hansı bir n-ci həddi soruşur. Bax, bugünkü canlı yayımızda biz buna toxunarıq. Dərhal keçirik dərsə, izləyicilər gələr də yəqin ki. Baxırıq bura bir. Hər hansı bir ardıcıllıqda cəm birlikdə S ilə göstərilir. İlk n həddinin cəmi isə Sn ilə göstərilir. Bunu biz bilirik. Ardıcıllığın n-ci həddinin belə bir düsturu var. An bərabərdir Sn minus Sn minus 1. Bax, istənilən ardıcıllıqda, indi burada ardıcıllıq üçündə gedir, avtomatik həm ədədi silsilədə var, həm də həndəs silsilədə. Yenə deyirəm, ədədi silsilədə də var, həndəs silsilədə. Siz sadəcə bunu öyrənin, ardıcıllıqda da verilsə qayda eynidir. Ədədi silsilə, həndəs silsilədə ardıcıllığın bir növüdür, onlarda da eynidir. Ardıcıllığın n-ci həddinin cəmlə bağlı belə bir düsturu var. An bərabərdir Sn minus Sn minus 1. Bax, imtahanda, blok imtahanında hədsiz dərəcədə çox rast gəlinən biliklərdən biridir. An bərabərdir Sn minus Sn minus 1. Bir də A1 S1-ə bərabərdir. A1 bərabərdir S1. Bax, bunu bilməliyik. Aydın oldu. Sadəcə bunun isbatını da deyəcəm. Çünki bunun isbatını deməliyəm. İmtahanda birinci qrupda isbat məsələsi də düşür. Ola bilsin ki, isbat kimi də sizə təklif olunsun. Necə? Deyəcək ki, ardıcıllıqda n-ci hədd düsturu budur, bunu isbat edin. Bir daha deyirəm, sonra keçirəm isbata. Ola bilər bezikdirirəm, amma yenə deməliyəm, vacib bir düsturdur bu. Ardıcıllığın n-ci həddinin belə bir düsturu var. Sn ilə, cəmlə bağlı. An bərabərdir Sn minus Sn minus 1. Bir də bütün ardıcıllıqda A1 S1-ə bərabərdir. Yəni, birinci hədd ilk n həddinin birinci S1-ə bərabərdir bu. İndi bunu sübutun deyim, çünki isbat da vacibdir də. İsbatın deyim, keçək misallar həllinə. İndi bunu kimsə ola bilər ki, isbatını soruşsun və yaxud da dediyim kimi isbat şəklində düşsün. Ekranları bəyənək də, bu canımız qalxsın. Gəlin bunu isbat edək. Sn biz bilirik ki, İlk n həddinin cəmi nəyə bərabərdir? Ardıcıllıqda Sn bərabərdir A1, üstə gəl A2, üstə gəl nə bilim və s. An minus 1, üstə gəl An. Ardıcıllıqda biz bilirik ki, ilk n həddinin cəmi Sn bərabərdir A1 plus A2 plus və s. An. Sn elə bunların cəmidir. Əgər Sn bunların cəmidirsə, onda bax, Sn budursa, bunun yerinə Sn minus 1 yaza bilərik də. Çünki bu ilk n həddinin cəmidirsə, bu da ilk n minus 1 həddinin cəmidir. Aydın oldu. Onda Sn-i mən belə yaza bilərəm. Sn bərabərdir Sn minus 1 üstə gəl An. Və buradan An-ı tapsam, An bərabərdir Sn minus 1. Və beləliklə biz bunu isbat elədik. A1-in də S1-ə bərabər olması aydındır da. Çünki A1 S1 oldu. S1-ə n-ə 1 versəm, S1 elə A1-də qutarır da. Həm başlayır, həm də qutarır. S1 A1-ə bərabərdir. Bu da buradan aydındır. Və beləliklə biz bunu
sizə sübut, yəni göstərmiş olduq, isbat etmiş olduq ki, ardıcıllıqda A-ın Sn minus Sn minus 1-dir, A1 də S1-dir. Bu, bunun bir tərəfi. İndi bununla bağlı misallar necə həll olunur? Bax, onu demək istəyirəm. Bu düsturun mahiyyətini sizə deyim, sonra bununla bağlı misallar izahına keçərik. Uşaqlar, ekranları bəyənək də, canlımız niyə qalxmır bilmirəm. Bu düsturu bir daha yazıram. A-n bərabərdir Sn minus Sn minus 1. Məsələn, Sn nədir ümumiyyətdə? Sn cəmdir də. Məsələn, A5 bərabərdir S5 minus S4. Bax, ardıcıllıqda. İstənilən ardıcıllıqda. A5 S5 minus S4'dür. Nəyə görə? Çünki AN Sn minus Sn minus 1'dir. Burada nə yazdım? Ona uyğun Sn çıx bir vahid azı. A5 S5 minus S4'dür. Və yaxud da A8 S8 minus S4 S4 nədir? S7'dir. Bu düsturu biləndən sonra mahiyyətin hansı formada istəyirsiniz yaza bilərsiniz. Və yaxud da birin yazaq. A100 nəyə bərabərdir? S100 minus S99. Yəni, birinci biz bu düsturla işləməyi bacarmalıyıq. Sonra bununla bağlı misallar həll etməliyik. Çox şagirdə bax, bu düsturla işləməyi bacarmırlar. Bunun sirri buradadır. A-n Sn minus Sn minus 1'dir. A5 S5 minus 1 vahid azı. A8 S8 bir vahid azı. A100 S100 bir vahid azı və s. bu şəkildə. Aydın oldu. Kalıncı hədd üçün də yaza bilərik. AK bərabərdir SK minus SK minus 1. Aydın oldu. Və s. bu şəkildə. Bu ümumi ardıcıllıq üçündür. Ədədi silsilə üçün də doğrudur, həndəsi silsilə üçün də. Mən bunu ümumi misal üzərində göstərdim. Bax, düsturun artıq mahiyyətini biz bildik. Düsturun mahiyyəti nədir? Çünki ən önəmli bu düsturun mahiyyəti, düsturu tətbiq etməkdir. Onunla bağlı indi misallar o sonrakıdır. Bir də topludan sizin üçün bir-iki misal yazıram. Topluda 10-cu misal. Deyir ki, ilk n həddinin cəmi 2 üstü n minus 1 plus 1 olan. İlk n həddinin cəmi nədir? Ardıcıllıqda Sn. İlk n həddinin cəmi 2 üstü n minus 1 plus 1 olan ardıcıllığın 5-ci həddini tapın. Bax, yenə deyirəm uşaqlar, bu blok imtahanında hədsiz dərəcədə çox təklif olunan suallardan biridir. Çox şagirdlər də çətinlik çəkir. Diqqətlə qulaq asırıq, öyrənərək canımızı qurtarırıq. Sn bərabərdir 2 üstü n minus 1 plus 1 ardıcıllığının ilk n həddinin cəmi bu şəkildə verilən ardıcıllığın 5-ci diqqətlə baxırıq, həddini tapın. Hədd nədir? A5'dir də. Aydın oldu. Hədd A5'dir. Bizdən A5 soruşulur. Bunları diqqətlə bilməliyik. Bax, ilk n həddin cəmi Sn'dir. Amma hədd A5'dir. Çox şagirdlər həddlə cəmi qarışdırır, necə gəldi yazırlar. İlk n həddinin cəmi Sn bərabər. Bu ardıcıllığın 5-ci həddini tapın, yəni A5'i. Bizim yaralı yerimiz nədir burada? Diqqət. Bizim yaralı yerimiz budur ki, şagirdlər A5'i tapanda aparıb burada yerinə yazırlar. Uşaqlar, A5'i tapanda burada n'in yerinə yaza bilməzsiniz. Niyə yaza bilməzsiniz? Bunu da sizə mahiyyətini deyim. Bu çətinlik aradan qalxmalıdır. Nəyə görə yaza bilməzsiniz? Ona görə yaza bilməzsiniz ki, bu AN-lə deyil də. Bax, bu olsaydı ki, AN bərabərdir 2 üstü n minus 1, yerinə yaza bilərdin. Ya da olsaydı S5'i tap. Məsələn, mən sənə burada desəm ki, ardıcılığın ilk n həddinin cəmi budur. Götür S5'i tap. Sən burada rahat n'in yerinə yaza bilərdin. Amma səndə soruşulmur bu. Ne edirik? A5 soruşulur. A5 bərabər bayaqlar dedim. Dedim ki, A5 nə olacaq? S5 minus S4. Çünki AN Sn minus Sn minus 1'dir. Şimdi aparıb yerinə yazırıq. A5 S5 minus S4 bərabərdir. İndi bəli, S5 Sn'dən asılıdır bu. N'in yerinə 5 yaza bilərəm. 2 üstü 5 minus 1
plus 1 minus n'in yerine 5 yazdım burada. 5 minus 1 plus 1 minus S4 bunu mötərizədə n'in yerine 4 yazıram. Ne olacaq? 2 üstü 4 minus 1 üstə gəl 1 bərabər. Bu sadə hesablamadır da. 2 üstü 5 minus 1 16 plus 1 mötərizəni atsaq minus 2 üstü 4 8 minus 1 də 3 8 minus 1 bu birlər gedir. Cavab qalır 8. Aydın oldu. Yəni ki bizdən 5-ci hədd soruşulurdu. 5-ci hədd oldu 8. İstəyirsiniz birini də yazaq. İstəyirsiniz birini də yazaq. Başqa bir misal. İnşallah ekranları bəyənək də. Ekranları bəyənə bir canlıya dəstək ola, canlımız qalxsın da. Hər birinizdən xahiş edirəm. Ekranları bəyənək ki bizim canlımız daha çox izləyici qarşısına çıxsın. Daha çox şagirdlər bu canlı yayından yararlansınlar. İlk n həddinin bəyənirsən, yaxşı edirsən. İlk n həddinin cəmi Sn bərabərdir. Sn bərabərdir. N kvadrat üstə gəl 3n şəklində olan ardıcıllığın. Məsələn, sənə deyə bilər ki, 4-cü həddini tap. 4-cü hədd A4 bərabərdir suala. Bax, yenə deyirəm, bezdirsəm də dəfələrlə deyirəm. Ardıcıllıqda cəm S-dir, Sn-dir, hədd isə AN-dir. Sn ilk n həddinin cəmi Sn bərabərdir. N kvadrat plus 3n şəklində verilən ardıcıllığın 4-cü həddini tap. Bayaqlar düstur dedim. Düstur necədir? A4 nəyə bərabərdir? A4 bərabərdir S4 minus S3. Bayaqki düstura görə AN Sn minus Sn minus 1'dir. Bu bərabərdir. S4 aparıb burada yerinə nə yazırıq? N'in 4 yazırıq. 4 yazaq da. 4 yazsaq olacaq 4'ün kvadratı üstə gəl. 3 vurulsun 4. 3 vurulsun 4. Minus. İndi S3'ü tapıram. Aparıb yerinə 3 yazıram da olacaq burada. 3'ün kvadratı üstə gəl 3 vurulsun 3. Bu bərabərdir. 4'ün kvadratı 16 üstə gəl 3 dəfə 4 12 minus 3'ün kvadratı 9 minus burada da oldu 9 bərabər. 16 üstə gələk 12 28 28 burada 10 qalar da yəqin ki. 28 çıx 18 oldu 10. Aydın oldu bu şəkildə. Məncə elə də çətin deyil. Bunun bir versiyası da var. Testlərdə ən çox düşən versiyalarından biri. Bunu da desəm, bunu da sən başa düşdünsə qutardı. Daha sənin bununla bağlı problemin yoxdur. Bir problemin var, o da ekranı bəyənmirsən. Bəyənənlər var amma. İnşallah ekranları bəyənəkdə, ekranları bəyənin, canlını paylaşın. Bizim səhifədə həmişə bizim səhifədə problem olur. Ya problem yaradırlar, ya da olur, bilmirəm. Ona görə ekranları sürətlə, dayanmadan bəyənək, bu canlımız qalsın. Növbəti, bax, diqqətlə baxırıq, bunu da öyrənsək, yerinə qoyub D-ni tapsaq düz olmaz. Nə D-ni? Hansı D? Ədədi silsilə ilə bağlı o heç, o başqadır. Növbəti bax belə bir şəkildə verilə bilər sizə. Ardıcıllığın ilk n həddinin cəmi Sn, bax, ardıcıllığın ilk n həddinin cəmi Sn bərabərdir 2n kvadrat üstə gəl 3n'dir. Ardıcıllıq verilib. Deyir ki, ilk n həddinin cəmi 2n kvadrat üstə gəl 2 elə görünür burada. Sanki, ardıcıllığın ilk n həddinin cəmi 2n kvadrat üstə gəl 3n düsturu da verilib. Ardıcıllığın ilk n həddinin cəmi budur. Deyir ki, bunun n'inci həddini tapın. Səndən nəyi soruşur? AN-i soruşur. Uşaqlar, blok imtahanında, ümumiyyətlə testlərdə şagirdlərə ən çox rast gəlinən, ən çox, belə deyək, o şiddətlə deyirəm ki, bunu rast gəlinən suallardan biri bu olur. Ardıcıllığın n'inci həddinin düsturunu verir. Sn bərabərdir 2n kvadrat üstə gəl 3n. Deyir, onun n'inci həddini tap. Yəni, ilk n həddinin cəmin verir, n'inci həddi səndən soruşur. Çox şagirdlərin çətinlik çəkdiyi bir test tapşırığı. Amma bayaq dediyim o düsturu gördün.
Yəni AN SN minus SN minus 1'dir. Bundan istifadə edib, yəni bu çətinliyi sən aradan qaldıra bilirsən. 100%. Sadəcə diqqətli olub və bu düsturun mahiyyətini bilmək. AN-in bayaq dedim, düsturu necə yazılır? AN bərabərdir ardıcıllıqda SN minus SN minus 1. Ardıcıllığın n-ci həddinin düsturu budur. Qiymətləri aparıb yerinə yazırsan. SN-in yerinə nə yazırsan? Bunun özünü. 2n kvadrat üstə gəl 3n. 2n kvadrat üstə gəl 3n minus. Bəs SN minus 1'in yerinə yazırsan. N'in yerinə n minus 1 yazdı. Mötərizədə 2 vurulsun n minus 1'in nəyi kvadratı üstə gəl 3 vurulsun n minus 1. Bax bu şəkildə. İndi müəyyən sadələşdirmələr aparırıq ki, n-ci həddin düsturunu tapaq. Bu qalır 2n kvadrat üstə gəl 3n minus. Burada hesablayaq da müəyyən sadələşdirmə aparaq. Nə olacaq? 2'ye vururam da kvadratı 2n kvadrat minus 2n 4n plus 2 olacaq burada. Plus 3n minus 3 bərabərdir. Səhv eləmədik ki. 2n kvadrat 3n, 2n kvadrat 4n plus 2, 3n 3 bəli. 2n kvadrat üstə gəl 3n, üstə gəl 3n minus 2n kvadrat, minus 2n kvadrat, mənfi 4n 3n, mənfi n edir, mənfi n plus n olacaq. Minus 1 plus 1 bərabərdir. 2n kvadratlar islah olur. 3n, 4n üstə gəl 1. Vəssalam. Əgər ardıcıllığın ilk n həddinin cəmi bu şəkildə verilibsə, onun n-ci həddi bax bu düsturla olur. AN bərabərdir 4n plus 1. Topluda, testlərdə, nə bilim, sınaqlarda təklif olunan suallardan biridir. Yenə deyirəm, mən bunu tam əminliklə deyirəm. Əksər şagirddən, demirəm indi hamısını, çünki biri çıxıb deyər ki, mən bilirəm, əla sudur. Amma ümumilikdə çox şagirdlərin çətinlik çəkdiyi bir yerdir. Fikrim çatdı. İlk n həddinin cəmi verilir, ya n-ci hədd soruşulur, yəni fərqi yoxdur. Bu düsturdan istifadə edirsən. Vəssalam. Məncə aydın oldu. İndi bir misal da yazıram. Bunun başqa bir forması. Uşaqlar, ekranları bəyənək də. Bizim canlı 100-dən düşdü 90'a, sonra düşdü 70'ə. Ekran bəyənməsi bizim üçün ən önəmli olan. Ekranları bəyənək, canlını paylaşın. Canlı bir nəfər paylaşıb, halbuki hər dəfə 50 nəfər, 60 nəfər canlını paylaşırdı. Bu günləri nə olub bilinmir. Bəyənək, maraqlı dərsdir. Bax, indi bir misal yazıram burada. Çalışın özünüz həll edin də. Çünki mən həmişə canlı yayında demişəm ki, dərsi başa düşdün, öyrəndin. Artıq özün də nələrisə tapmalısan, nəyəsə cəhd etməlisən də. Çünki mən həmişə demişəm, hər şeyi mən sənə nə deyə bilərəm, istəsən də sənə deyə bilərəm, onun üçün vaxt da yoxdur. Ona görə müəyyən mahiyyəti tutdun, yolları bildin, özün də tətbiq etməlisən. İndi biz bu qədər danışdıq, düzdürmü? Ardıcıllığın n-ci həddinin düsturu belə tapılır, nə bilim, A1 S1-ə bərabərdir, isbatını verdim, bəs qədər də nümunə göstərdim. İndi sən getdin imtahana, sənə belə bir misal düşdü. Necə deyirəm? Burada 31 nömrəli test tapşırığı deyir ki, ardıcıllığın ilk n həddinin cəmi SN bərabərdir SN minus 1 üstə gəl 3n kvadrat üstə gəl 3n kvadrat plus 7 verilən, düsturda verilən ardıcıllığın 7-ci həddini tapın. Diqqət. Deyir, ardıcıllığın ilk n həddinin cəmi bu şəkildə verilib. SN bərabərdir SN minus 1 üstə gəl 3n kvadrat üstə gəl 7. Deyir ki, bu ardıcıllığın, diqqət, 7-ci həddini tapın. 7-ci hədd nədir? A7 deyək də buna. A7 bərabərdir suala. Əslində mən bunu belə yazmalı deyiləm. Bunu sən özün yazmalısan. A7'ni soruşur. İlk n həddinin cəmi verilib, A7 soruşulur, həldir. Bax, bunu deyirəm də, sənin özünün də tətbiq etmək qabiliyyətin olmalıdır.
Yəni sən də burada versiyalar verməlisən. Məsələn, hansı versiyanı verə bilərsən? Məsələn, çoxuna qəribə gələr də, SN bərabər mən neyniyim? Neynirsən heç nə. Biliklərə söykənirsən. Hansıdır o biliklər? Bunu bir daha yazıram. SN bərabərdir. SN minus 1 üstə gəl 3n kvadrat üstə gəl 7. Elə deyilmi? Burada SN minus 1'i keçirdirəm bərabərliyin sol tərəfinə. İxtiyarım çatır da. Aydın oldu dediyim. Bunu keçirdirəm bərabərliyin sol tərəfinə. SN minus 1 olacaq. SN minus 1 bərabərdir 3n kvadrat üstə gəl 7. Aydın oldu. Bunu sadəcə keçirdim bu tərəfə. Bax, bunun bu hissəsi bizə nə verir? Rəy yerinə yazın öyle. Uşaqlar, bir dənə rəy yerinə yazın. Bax, bunun bu hissəsi, həm də sizin üçün təkrarlanır. SN minus 1 hissəsi bizə nə verir? Və cavab yazmayın. Mənə konkret xahiş edirəm. Mənim sualıma cavab verin. Canınızı qurtaraq. Bir nəfər yazmır. Bəli. Ayın tamamilə doğru. Əhsən. Bəli. Qutardı getdi. Bircə bunu başa düşdün. Bu boyda belə deyək də bir yeşəfər misal sənin qarşında aciz qalır. Aydın oldu. Bunu keçirtdim. Bu bizə verdi ayın. Ayın bərabərdir 3n kvadrat üstə gəl 7. Bu artıq oldu çox sadə, bəsit bir test tapşırığı. Bayaqdan sənə vahimə verən, belə əcaib görünən bir misalı bir həmdə ilə sən bunu dəf elədin. Aydın oldu. Bunu nə edirsən? Keçirdirsən bu tərəfə bu hissə ayın verir. Çünki əvvəldə mən düsturu dedim. Elə bil ki, ayın 3n kvadrat plus 7'dir, səndən A7 soruşulur. Bundan asan. A7 soruşulursa n'in yerinə yazıram 7. 3 vurulsun 7'nin kvadratı üstə gəl 7. Bu da bərabərdir. 3 vurulsun neçə? 7'nin kvadratı 49 üstə gəl 7. 3 dəfə 49 neçədir? 147. Elə eləmir. 7 2 yaptı. Hə. Üstə gəl 7. Bu da bizə verdi 154. Cavab oldu neçə? 154. Fikrin çatdı. Bax, maraqlı test tapşırığıydı dedim. Yəni, bax, bununla bağlı bunlar da, bundan bu tərəfə da hansı formada misal düşə bilər? Ardıcıllığın n'inci həddinin düsturudur. Bildiyin ayın SN minus 1'dir. A1 S1'ə bərabərdir. Nə bilim, düsturları dedim, isbatına qədər dedim, izahını da verdim. Buna YouTube'a da yerləşdirərəm bunu. Oradan da izləyərsən, bir dəfə də sənin üçün təkrarlanar da. Bu belə. Bugün canlı yayın biraz az edəcəm. Biraz vaxt məsələsi var. Məsələn, bununla bağlı bir misal da yazaq. Bax, 36. Vaxt var indi. Görə. Ardıcıllığın ilk n həddinin cəmi SN bərabərdir. SN minus 1 üstə gəl 10n plus 1. Münasibəti ödəndikdə onun 80'dən böyük olan ən kiçik həddinin nömrəsini tapın. Onun 80'dən böyük olan ən kiçik həddinin nömrəsi. Ayın böyükdür 80, ən kiçik, qısa yazıram burada. Ən kiçik həddinin nömrəsi. Həddinin nömrəsi. Deyir ki, ən kiçik həddinin nömrəsi. İndi bilmirəm, 0,50 iləndir, 0,7 zarafat deyirəm. Hədə ən kiçik həddinin nömrəsini soruşurdu. Deyir, SN bərabər ardıcıllıqdır, hər hansı bir ardıcıllıq. Deyir ki, bunun ilk n həddinin cəmi, ardıcıllığın ilk n həddinin cəmi bu şəkildə verilib. Onun 80'dən böyük, yəni həddinin, söhbət
Hədd deyirsə hədd nədir? Ayindir. Aydın oldu. Hədd deyirsə hədd ayindir. 80-dən böyük həddi, ayın böyükdür 80. Ən kiçik həddin nömrəsini tapın. O nə deyir desin. Nə deyir desin. 0-50 olar. Hə, ola bilər. Mən bir söz gəldi dedim də. Biz burada bayaq dediyim kimi SN-1-i keçirdirəm sol tərəfə. Olacaq SN-1 bərabərdir 10n üstə gəl 1. Bu hissə məlum düstura görə, yəni bayaqdan özümüzü asıb doğradığımız düstura görə AN verir. AN bərabərdir 10n plus 1. Sən burada aldın ki, AN bərabərdir 10n plus 1. Daha sonra AN 10n plus 1'dirsə aparıb burada yerinə yaz da. AN'in yerinə nə yazırsan? 10n plus 1 olur 10n plus 1 böyükdür 80. 10n böyükdür 79, çünki 80 minus 1. N böyükdür 7,9. Elə deyil mi? Ardıcıllıqda ən mühüm bir anlayış, mühüm bir bilik, nə bilim, belə deyim də, ardıcıllığın canı, ruhu. Nədir o? N natural ədəddir. Həmişə ardıcıllıq qəbul olunanda N'in natural ədəd olduğu qəbul olunur. Çünki ardıcıllığın tərifi də var da, natural ədədlər çoxluğunda təyin olunmuş bir funksiyadır ardıcıllıq. Ardıcıllıq həm də bir funksiyadır. Çünki orada qarşılıq bir qiymətli uyğun. Amma necə funksiyadır? Natural ədədlər çoxluğunda təyin olunmuş. N daxildir N. Ona görə burada bunu ödəyən elə bil ki, ən kiçik natural ədəd hansı olar? 7,9-dan sonra N bərabərdir 8. Ən kiçik həddin nömrəsini soruşur, N bərabərdir 8. Aydın oldu. Birdən həddi soruşsaydı, 81 həddin qiyməti apar, burada yerinə yazardıq. Aydın oldu. Mən bunu N'inci həddi, ardıcıllığın N'inci həddinin, ilk N həddinin cəmi ilə bağlı düsturunu və onunla bağlı demək olar ki, bütün testləri əhatə edirəm. Yəni, mən bu canlı yayını YouTube-a da yerləşdirirəm. Buradan bunu izləyənin bu mövzu ilə bağlı testlərdə, nə bilim, blok imtahanında heç bir problemi qalmayacaq. Əgər öyrənmək istəsə, yox, elə belə sadəcə baxmaqla yox. İndi bir bilik də var, onu da sizə çatdırım. Bu da şagirdlərin çox belə qatı barışdırdığı bir yerdir. Onu da deyim sizə. Ekranları bəyənək də. Canlı düşdü aşağı. Bilinmədi. Nə oldu bilinmədi. İnşallah ekranları bəyənək, canlı düşdü aşağı. 90-dan 100-dən gəldi çıxdı bura. Qəşəng. Növbəti ikinci bilik nədir? Bir də görürük ki, ardıcıllıqda ilk N həddin, inşallah ekranları bəyənək də 100-dən necə düşdü? Canlı 20-yə. Niyə belə oldu bilmədim. Hər vaxtınız xeyir. Ardıcıllıqda bir də görürük ki, ilk N həddin hasili verilir, N'inci hədd soruşulur. Bax, çox mühüm bir məsələdir bu. Testlərdə düşür, çox şagirdlər yenə çətinlik çəkir, ona görə mən nəzərə alıb bunları deyirəm. Ardıcıllıqda bir də görürsünüz ki, ilk N həddin hasili verilir. Hasil. Deyir ki, N'inci həddi tap, filan həddi tap, nə bilim, indi hər formada suallar soruşa bilir. Ardıcıllığın ilk N həddinin hasili HN-dirsə, onu çox zaman HN-dən göstərirlər. Ardıcıllığın ilk N həddinin hasili HN-dirsə, hasil. Onun N'inci həddinin düsturu budur. AN bərabərdir. HN bölünsün. HN minus 1. Aydın oldu. Ardıcıllıqda, bunun özü sualdır. Topluda çoxdur belə suallar. Ümumiyyətlə testlərdə düşür. Ardıcıllığın ilk N həddinin hasili verilir. Onun N'inci həddi soruşulur. Canlı qəşəng düşür aşağı. Əladır, super. 100-dən gəldi, düşdü 60-a, 12-yə. Biraz da gözləyək, o təmiz düşsün aşağı. Bir nəfər olsun canlı, sonra keçərik dərsə. O canlı düşsün. Biraz gözləyək. O canlı düşsün. Biraz da səbirli olun. Belə.
Ardıcıllığın ilk n həddinin hasili veriləndə AN bərabərdir HN bölünsün HN minus 1-dir. Məsələn, sən tutaq ki, hədə belədir də bilmirəm. Ardıcıllıqda tutaq ki, A7-ni tapmaq istəyirsənsə, ilk n həddin hasili veriləndə, onu belə yaza bilərsən. H7 bölünsün H6. Aydın oldu. Və yaxud da, bəli, əvvəl fərq idi, indi qismət. Və yaxud da A9-u tapmaq istəyirsən, H9 bölünsün H8 və s. Bununla bağlı bir misal yazın, sonra ola bilsin canlı bağlayacağım. Çünki biraz vaxtım bugün məhduddur. Ona görə dedim bir yarım saat, 40 dəqiqə canlı yayın edim, bağlayayım. Topluda sizin üçün ən çox rast gəlinən bir misal yazıram. Ekranları bəyənin də demirəm. İstəyirsiniz bəyənin, istəyirsiniz bəyənməyin. Canlı sağ olsun. Zaten birazdan canlı bağlayacağım. Məsələn, bax 24 nömrəli test tapşırır. Ayda onun sübutunu deyim də. Misal deyim, sonra sübutunu da deyəcəm hardan gəlir. İlk n həddinin hasili HN bərabərdir. HN bərabərdir. N faktorial bölünsün 3. Düsturu ilə verilən ardıcıllığın 4-cü həddini tapın. Düsturu ilə verilən ardıcıllığın deyir ki, 4-cü həddini tapın. 4-cü hədd nədir? A4 bərabərdir suala. O testlərdə düşür. Çox şagirdin çətinlik çəkdiyi bir yerdir. Deyir, ilk n həddinin hasili HN bərabər. N faktorial bölünsün 3 düsturu ilə verilib. Bu ardıcıllığın 4-cü həddini tapın. 4-cü həddini tapmaq istəyiriksə, bayaqlar dedim, 4-cü hədd necə tapılır? A4 bərabərdir. H4 bölünsün H3. Bayaq da ardıcıllıqda ilk n həddinin cəmi ilə olanda çıxırdır, hasil ilə olanda bölürük. H4 bölünsün H3'dür. Bu bərabərdir. H4'ü necə tapacağım? Aparıb burada yerinə yazıram da, n'in yerinə 4 yazıram. Nə olacaq? 4 faktorial bölünsün 3. Sonra H3'ü necə tapıram? N'in yerinə 3 yazıram da, 3 faktorial bölünsün 3. Aydın oldu. Ya 3'ə vururam sürətlə məxrəc, ya da 3'lər gelir, qalır 4 faktorial bölünsün 3 faktorial. Faktorialın sürüşdürülməsi qaydasına görə 4 faktorial biz necə yaza bilərik? Yaza bilərik ki, 3 faktorial vur 4 bölünsün 3 faktorial. Bunlar gedir, qalır 4. Aydın oldu. Bax, bu test tapşırıqlarında diqqətli olun. Sadəcə bu düsturla A4, H4 böl H3'dür. Qiymətləri qoyduq yerinə tapdıq. Hə, indi ola bilər ki, isbat kimi də sizə lazım ola bilər. İsbatı da elə də problemli deyil. Bir baxmada birinci qrup blok imtahanında isbat məsələləri də təklif olunur. Ola bilsin ki, düşə bilsin sizə ki, ardıcılığın ilk n həddinin hasili HN-dirsə, isbat et ki, AN bərabərdir HN bölünsün HN minus 1. Bunu məsələn isbat bizdən soruşula bilər. İlk n həddin hasili nədir? HN bərabərdir. Hasil A1, A2 vur və s. AN minus 1 vurulsun AN deyil. İlk n həddin hasili. İlk n həddin hasili bu şəkildə deyil. Bax, bunu mən necə yaza bilərəm? Əgər ilk n həddin hasili budursa, bunun da yerinə HN minus 1 yaza bilərəm də. Onda HN bərabərdir. HN minus 1 vurulsun AN'dir. Buradan da alıram ki, AN bərabərdir. HN bölünsün HN minus 1. Aydın oldu. Biz bunu ispat elədik. Dərs keç. Hə, yaxşı. Sən bu sözə görə keçmirəm. Bağladın canlı yayını bəs edir bu günləri.